Prezident seçkilərində etibarlılıq müddəti bitən şəxsiyyət vəsiqələri də səs vermək mümkün olacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında məlumat verilib. Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən və 10 il müddətinə verildiyindən bu növ şəxsiyyət vəsiqələrində belə bir problem gözlənilmir. Etibarlılıq müddətinin bitməsi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər. Həmin şəxslər də seçkidə səs verə biləcəklər. İclasda həmçinin 16 saylı Yasamal 2-ci seçki dairəsinin tərkibində dəyişikliklər edilməsi və cari məsələlər müzakirə olunub. Şəxsiyyət yoxdursa, burada yazılıbsa ki, şəxsiyyət vəsiqəsi təqdim etməlidir. Biz buna deyə bilmərik ki, yox, ona şərait yaradılmalıdır. Olmaz elə şey. Amma bir də var, bunun şəxsiyyət vəsiqəsi var. İndi orada 3 ay keçib, 5 ay keçib, fərqi yoxdur da. Yadından çıxıb, tapıb gətirib şəxsiyyət vəsiqəsini. Vətəndaşdır, bu tək ola bilən şeydir. Buna görə, yəni bunu hansısa problem kimi hallandırmaq söhbəti ümumiyyətlə ədalətsizlik olar. Amma hətta o vətəndaş da olsa ki, olsun, komissiyalara deyərək bildirsin bizə, deyək ki, nə cür addım atsın.